dronlardan da, həmçinin iri çaplı pulemyotlardan da istifadə etməklə sutqa ərzində atəşkəs rejimini 112 dəfə pozulub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə ordumuz əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 113 dəfə atəş zərbəsi endirib. Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin növbəti təxribatının qarşısı uğurla alınıb. Qazax rayon ərazisində dövlət sərhədini pozaraq ərazimizə soxulmağa cəhd göstərən düşmənin kəşfiyyat diversiya qrupu darmadağın edilib. Çox sayda itki verən işğalçı dövlətin ordusu geri çəkilməyə məcbur edilib. Toqquşma zamanı silahlı qüvvələrimizin zabiti Leytenant Qalib Layimoğlu Zülfüqarlı və əskər Qəfərəli İntiqamoğlu Hacıyev şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına və əzizlərinə dərin hüzünlə başsağlığı verir və səbir dilir. Hər iki hərbi qulluqçu ölümündən sonra hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı ilə təltif edilib. Şəhid Qalib Zülfüqarlı bugün Lənkəran rayonunun Vilvan kənd qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon ictimaiyyəti, kənd sakinləri, hərbi qulluqçular iştirak edirdilər. Silahlı qüvvələrimizin leytenantı Zülfüqarlı Qalib Layimoğlunun mərd, cəsur zabit olduğu, verilən tapşırıqları layiqincə yerinə yetirdiyi bildirildi. Onu tanıyanlar şəhidin nümunəvi bir vətəndaş olduğunu, vətənə böyük sevgi ilə bağlandığını qeyd etdilər. Bu ölüm şərəfli ölümdür. Yəni vətən yolunda, xalq yolunda canını qurban verən oğullarımız heç vaxt gələcək